Bugün süfrənizə bayram əhval-ruhiyyəsi qatacaq, həm görünüşü, həm də dadı ilə hər kəsi heyran edəcək möhtəşəm bir şam ağacı qəlyanaltısı hazırlayırıq. İlk olaraq 2 ədəd duzlu suda bişmiş toyuq filesini xırda-xırda doğrayırıq. Daha sonra 4 ədəd yumurtanı və 250 qram bərk pendiri sürtkəcin iri gözündən keçirdirik. Dadına dad qatacaq 3 ədəd duzlu xiyarı da xırda kub şəklində doğrayırıq. Xiyarı da kağız salfetlə quruladım ki, salatın içərisində su salmasın. Bütün doğradığımız ərzaqları bir qaba əlavə edirik və bir dəstə şüyüdü, narın doğrayırıq. Şüyüdün bir hissəsini salatın içinə, bir hissəsini isə kənarlarını bəzəmək üçün ayırırıq. Zövqə görə duz və yetəri qədər mayonez əlavə edib yaxşıca qarışdırırıq. Hazırladığımız kütlədən kiçik hissələr götürüb əllərimizlə şam ağacı formasını veririk. Şam ağaclarımızı yerləşdirmək üçün ya sport peçenyeləri və yaxud da duzlu krekerlərdən də istifadə edə bilərsiniz. Hər birisini şüyüdə bulamaqla tam yaşıl bir ağac görüntüsünü əldə edirik. Son toxunuş olaraq üzərini nar dənələri ilə bəzəyirik, sanki ağacın üzərindəki rəngli oyuncaqlar kimi. Budur, göz oxşayan qəlyanaltımız hazırdır. Videonu bəyəndinizsə dostlarınızla paylaşmağı və rəy bildirməyi unutmayın. Hamınıza nuş olsun və xoş bayramlar.